Salam dəyərli izləyicilər, aprel ayının 1-dən sərnişin daşıma ilə məşğul olan şəxslər cərimələnə bilərlər. Videoya keçməzdən öncə zəhmət olmasa bax buradakı plus düyməsinə vuraraq kanala abunə olun ki, digər məlumatları da izləyə biləsiniz. Aprelin 1-dən avtonəqliyyat vasitələri ilə sərnişin daşımaları həyata keçirən hüquqi və fiziki şəxslərə fərqlənmə nişanı və xüsusi fərqlənmə nişanı yalnız onlayn qaydada. Bax burada qeyd elədiyim portal üzərindən veriləcək. Həmin portala daxil olursunuz. Bu barədə Aynadan məlumat verilib, bildirilib ki, proses Ayna informasiya sisteminə inteqrasiya olunan fərqlənmə nişanı alt sistemi vasitəsilə keçiriləcək. Həmin sistem üzərindən fərqlənmə nişanının alınması üçün müraciətlərin edilməsi yalnız gücləndirilmiş asan imza ilə mümkün olacaq. Sistemin yeni olmasını nəzərə alaraq qarşıya çıxacaq sualları minimuma endirmək üçün istifadəçi təlimatları hazırlanıb. Qeyd edək ki, qanunvericiliyin tələblərinə əsasən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşınmasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulub.